Hər birinizi salamlayıram dəyərli izləyicilər. Deməli bu videoda mühüm taktikalar olacaqdır. Blok imtahanına bildiyimiz kimi 2 ay müddət qalıb. Bu 2 ay müddətdə elə bir taktika sizə deyəcəm ki, yəni ki ondan o tərəfəsi yoxdur. Çox deməli YouTube-da görürük ki, bu 2 ay müddətində deyirlər ki, məsələn 40 bal qaldıra bilərsən və ya 50 bal qaldıra bilərsən. Ancaq biz elə bir taktika deyəcəyik ki, siz 160 bal, hətta 200 bala qədər bal qaldıra biləcəksiniz bu müddət ərzində. Sadəcə videonun sonuna kimi izləyin. Kofenizi, çayınızı hazır edin. Bir qulaqcıq tağın və rahat bir yerdə oturaraq bu videonu diqqətlə sona kimi dinləyin. Çevirməyin videonu, çünki xırdalıqlar olacaq, onları deyəcəyim. Bir də bizim qrupumuz var. İndi o qrup haqqında da məlumat verəcəyim sizə. Qrupumuzda nə proseslər baş verir, nə olur, onun haqqında deyəcəyim. Qrupun linki aşağıdadır. Yorumlar qismində sabitləmişəm. Çox uzatmadan keçək video. Deməli, hal-hazırda notebookda sizə göstərəcəyim fəaliyyəti xırdalıqlar olacaq. Ona görə axıra kimi qulaq asın mütləq şəkildə. Deməli, Dövlət İmtahan Mərkəzində biz istədiyimiz ixtisasa qəbul olmaq üçün, məsələn üçün atıram ki, tibbə və ya IT-yə və ya hüquqşünas olmaq istəyirəm. Bunun üçün də mənə 600 bal lazımdır. İndi söhbət blokdan gedir. Blokdan ümumi bizə 400 bal verirlər. Bu 400 balı yığmaq üçün, 600 bal yığmaq üçün bizə fən veriblər ki, bu fəndən müxtəlif nəticələr toplayaraq, maksimal nəticə toplayaraq istədiyimiz ixtisasa qəbul olaq. Bunu etmək üçün isə, bu fəndən normal nəticə göstərmək üçün isə biz mövzuları bilməliyik, mövzuları dərinliyinə kimi bilməliyik. Deməli, çox şagird necə edir, nə edir? Deməli, gedir hazırlığa bu, gedir müəllim dərs keçir, məsələn üçün tutam ki, faiz keçir, faizi gəlir, deməli, keçib baxır ki, faizi, deyir ki, məsələn, faizi keçdik, biz proqramda, məsələn, dostuna deyir ki, mən səndən proqramda qabaqdayam və ya geridəyəm. Deməli, bu insanın məqsədi proqramı tam mənimsəmək deyil, başından eləməkdir. Yəni, bu məqsədi bitirməkdir tez bir zamanda. Deməli, bu bitirmək o demək deyil ki, siz əvvəlki mövzuları tam dərk edirsiniz. Mütləq şəkildə bu düşüncəni yığışdırırsınız. Çünki bu düşüncə düzgün deyil. Məsələn, faiz keçibsə, faiz dərinliyinə kimi siz bilməlisiniz. Yəni, o misal olmayacaq ki, siz onu bilməyəsiniz. Yəni, bu şəkildə davranmalısınız ümumiyyətlə dərslərə. Deməli, burada mən PDF-lər sıralamışam. Hər biri haqqında məlumat verirəm indi. Deməli, birinci qrup haqqında. Birinci qrupda bildiyimiz kimi riyaziyyat da orada, fizikadır, bir də kimya və ya informatika var. İxtisaslar barədə mən apreldə bir video hazırlayacağam. Çox möhtəşəm bir video olacaq. Deməli, tövsiyəm nələrdir? Siz riyaziyyatdan mütləq şəkildə keçən illərin bütün sualların həll etməlisiniz. Əgər proqram bitibsə, söhbət əlbəttə ki, proqram bitirənlərdən gedir hələ. Ora gəlməmişik. Deməli, mütləq şəkildə situasiyaları həll edirsiniz. Keçən illərin qəbulların və OTK sınaqların hər biri həll olmalıdır. Dinamika kitabı var. Ondan da həll edin. Onu da yazın mütləq şəkildə. Sonra fizikadan əsas mücür yazmalısınız. Toplu və güvən həll edin. İnformatikadan vəsait olaraq din vəsaiti mütləq şəkildə, bir də toplu bəs edəcəkdir. Əlavə bir şey ehtiyac yoxdur. Sonra orada kimya var. Kimyadan da toplu yazın. Bir də güvən, köhnə əsasda güvən. Köhnə güvən kitabları. Onlardan mütləq şəkildə yazın. Və aydın məsələdə situasiyaları da həll etməlisiniz siz. Və gəlirik 4-cü qrupa. 4-cü qrupda eyni qayda ilə həmin fənlər dediyim vəsaitlər olmalıdır. Burada biologiyada mütləq şəkildə siz time-lə istifadə edin. Time kitabı var. Ondan mütləq şəkildə istifadə edin və toplunu yazın. Əlbəttə ki, əlavə keçən illərin sualları və situasiyaları da məhv edin. Və burada təkrara mütləq şəkildə özən göstərin. İndi təkrar haqqında da deyəcəyəm. İkinci qrupda, deməli orada coğrafiya, tarix, riyaziyyat var. Riyaziyyatı dediyim kimi, yəni dediyim resurslar, əsas çətin tipli suallara mütləq şəkildə baxın. Model suallar olsun, bunlara mütləq şəkildə baxın. Deməli, burada tarixdir, coğrafiyadır, bir də ədəbiyyatdır. Bunlar haqqında çox anlayışım yoxdur, yəni gəlin dürüst olaq. Yəni, bunlar haqqında çox açıqlama verməyəcəm. Sadəcə onu bilirəm ki, ədəbiyyat və tarixi mütləq şəkildə möhkəm şəkildə təkrar etməlisiniz. Mən onsuz da qrupda müəyyən orada hər gün dayanmadan PDF-lər atacağım. Siz qrupa mütləq şəkildə qoşulun. Soruşurlar ki, qrupun orada yəni nə haqqındadır? Qrupda orada PDF-lər atılır, motivasiya verilir.
və daha bir çox taktikalar orada verilir. Yəni ki, biz qrupda başlayacağıq belə danışaq. Yəni mən sizə burada sadəcə deyirəm, həmin dediyim PDF-ləri də qrupda siz görəcəksiniz. Yəni mütləq şəkildə qoşulun, yorumlar qismində sabitləmişəm, yenə deyirəm. Deməli, proqramı bitirməyən şagirdlər ilk öncə əgər proqramı bitirməyə az qalıbsınızsa, müəllimə ehtiyac duymadan bu martın axırına kimi, 31-nə, aprelin 1-nə kimi mütləq şəkildə bitirin. Yəni proqramı bitirin qardaş. Yəni ki, təkrara vaxt saxlayın. Əgər çox qalıbsa, yəni mövzular həddindən artıq çox qalıbsa bitirməyə, o zaman aprelin axırına qədər bitirə bilərsiniz. Buradan mesajım nədir? Mesajım odur ki, çalışın may ayı proqram bitmiş olsun, ancaq təkrara vaxt sərf edək, ancaq təkrar edək, keçən illərin qəbullarını işləyək, model suallar işləyək. Yəni ki, bunlar olmalıdır. Sonra orada təkrar demişkən, gələk elə təkrara. Deməli, təkrar necə olunmalıdır? Deməli, hər hansı bir fən olsun, yəni fərqi yoxdur fənin. 1-4 tim qrupunda sınaqlar olacaq. Mən qrupa sınaqlar atacağam. Mütləq şəkildə təkrar edərkən o sınaqları yazmalısınız. Yəni daha da təkmilləşdirmək üçün. Hər həftənin sonu çalışın təkrar edin, ümumi təkrarlar edin. Bu mütləq şəkildə vacib proseslərdir. Təkrar biliyin anasıdır deyiblər. Mütləq şəkildə bunu edin. Deməli, biologiyada məsələn, təkrar ümumiyyətlə edərkən çalışın birinə danışın, birinə izah edirmiş kimi davranın və özünüzə danışın, biri yoxdursa əgər. Çalışın yazmayın, qeyd falan tutmayın, çünki çox az müddət qalıb. Bilirəm, indi çoxları deyəcək qeyd falan tutmaq yaxşıdır, lakin 2 ay müddət qalıbsa yaxşı deyil. Amma orada məsələn tarixçilər zamanlar, xronologiya bir yerə qeyd edə bilərlər, bir dəftərə. Bu arada biologiyada orada alimlərin adları, sonra bəzi bitkilərin funksiyası, yarpaq quruluşu və s. Yəni bunu qeyd edə bilərsiniz. Başqa uzun-uzadı yazmağa ehtiyac yoxdur. Məsələn, balıqlar haqqında, balıqları ümumi yazmağa ehtiyac yoxdur. Ondan sonra kitabda oxuyun onu. Bir də təkrar üçün ən gözəl resurs DİM-20 sınaqlarıdır. Bir də keçən illərin qəbullarıdır. Yəni bunları yazaraq siz səhvlərinizin üzərində işləyə bilərsiniz. İndi gəlin səhvlər demişkən keçək səhvlərə. Deməli, səhvlərdə necə olacaq? Tutalım ki, funksiyanı trigonometriyadan və ya loqaritmadan səhviniz çıxdı, 3 ədəd səhviniz çıxdı. Məsələn, sınaq yazdınız qrupdan və ya qəbuldan. Sınaq yazdınız, orada səhv çıxdı. 3 dənə səhv çıxdı. Deməli, onu çoxunuz bilə bilmirsiniz ki, sizin onun yadına çıxacaq və ya yox. Sonra da görürsünüz ki, mən bunu eləmişdim, amma yenə də yadımdan çıxıb. Deməli, nə edirsiniz? PDF Maker deyə bir proqram var. O proqramı yüklüyorsunuz, orada o səhvlərinizi şəklini çəkib ora yerləşdirirsiniz. Hər həftənin sonu, baxın, mütləq şəkildə, hər həftənin sonu o sualları götürüb yenidən nəzərdən keçirirsiniz, yazırsınız və bunu hər həftə davam etdirirsiniz. Çünki tez-tez o həmin suallar yadınıza çıxır, səhv çıxan suallar çoxsu çətin tipli suallar olacaqdır yəqin ki. Və bir də DİM-20 sınaq kitabından əgər səhvləriniz çıxdısa, o səhvləri haradan işləyə bilərsiniz. Əlbəttə ki, qayda konspektlə onu mütləq şəkildə möhkəmləndirirsiniz onun qaydasını. Sonra güvən B variantını keçib yazırsınız. Güvən B variantı, sonra DİM-20 sınaq. Yəni bunu yazsaz elə kifayət edəcəkdir. Çox bir şey yazmağa ehtiyac yoxdur orada. Çünki vaxtınız gedir. Mən burada taktika danışıram, yəni ki, hekayə danışmıram. Deməli, keçək rejimlərə. İlk öncə vaxt aralığı. Siz vaxtınızı necə qurmalısınız? Gecə oxuyan birisinizmi? Səhər oxuyan birisinizmi? İndi deyəcəm mən burada. Deməli, siz əgər səhər oxumağa üstünlük verirsinizsə və heç rejiminiz hələ ki yoxdursa, elə bu məsləhətlidir. Deməli, 12-də yatırsınız, 6-da durursunuz, 6-da və ya 5-də hətta dura bilərsiniz. Yəni, çoxları 3 saat, 2 saat yatır. Bu, yəni ki, indi bəziləri üçün heç bir şeydir, amma 80% insana zərərlidir. Yəni, necə zərərlidir? Diqqət problemi yaradır və bunu çox şahid olmuşam. Deməli, bu ən məsləhətli rutindir. Gecə oxuyan biri isə nə etməlidir? 3-də yatmalıdır maksimum və 7-də durmalıdır. Bilirəm, indi burada çox az müddət var aralarında. Artıq 4 saat, 3 saat vaxt var. Problemli bir rutindir. Ancaq gecə oxuyan, yenə deyirəm də, gecə oxuyan biri üçün problemli deyil. Yəni, mən də elə bunu demək istəyirəm. Yəni, hər kəsin öz rutini var, amma hələ də bilmirsiniz rutininizi.
ən məsləhətli rutin burada səhər rejimi 13-də yatıb 6-da durmaqdır. Yəni bu şəkildə. Sonra burada plan var. Mütləq şəkildə siz planı qurmalısınız. Məsələn, axşam qurursunuz planı, səhər nə etmək lazımdır. İndi mənim bir plan orada cədvəlim var, plan cədvəlim var. Onu da yəqin ki siz burada görürsünüz. Deməli sizə onu hazırlamışam. Onu onsuz da belə qrupda ictimai şəkildə pulsuz paylaşıram. Lakin mənim bir plan PDF-im çıxıb. Mənim hazırladığım bir plan PDF çıxıb. Planın üzərində 1,3 ay vaxt itirmişəm. Yəni yüksək analizlə təchiz edilmiş bir plandır. Yəni orada deməli adi bir plan deyil də, onu mən ödənişli təəssüf ki sizə təşkil edəcəyəm qrupda. Ona görə ki mən orada çox əziyyət çəkmişəm. Yəni o bildiyiniz elə belə plan deyil. Yəni ki mən sizə nəyi göstərim? Orada məsələn deyirlər ki, hə, məsələn sabah bunu elə, o birisi gün bunu elə, bu vəsailə. Amma o planda elə bir şey yoxdur. O planda o qədər şey var ki, yəni ki siz onu təsəvvür edə bilməzsiniz. Yəni çox iş gördü bu plan üzərində. Yoxsa o birisi planlar mən onu heç bir gün ona vaxt sərf etmərəm, onu hazırlayaram. Və onu hətta pulsuz şəkildə sizə paylaşacağam. O nə plandır ki, ümumiyyətlə. Yəni ki dediyim kimi yorumlarda yazacaqlar ki, hə pulsuz niyə vermirsən? Dediyim kimi əziyyət çəkib üzərində kim istəyirsə adminin nömrəsinə yaza bilər qrupda. Heç bir şey, yəni planı özünüz də qura bilərsiniz və mənim hazırladığım plandan da istifadə edin. Yəni burada sizə heç kim məcbur eləmir. Yenə deyirəm, yəni mən deməli orada planı kimlər ala bilər? 270 baldan, ümumi 400 bal olmur, onu 270 baldan aşağı toplayanlar o plan məqsədə uyğundur. Yəni xahiş edirəm məni 270 baldan yuxarıdan narahat etməsin o plana görə. Bir də məsuliyyətsiz şagirdlər o planı almasın. Yəni ki mən dürüstəm, ya məni tanıyır, bilən bilir ki biz kimik. Ona görə mən səmimi danışıram sizlərlə. Yəni həqiqətləri danışıram, sizin xeyrinizə danışıram. Yəni ki bu şəkildə plan qurmaq. Deməli sonra burada var su qəbulu və idman. Mütləq şəkildə hər səhər duran kimi gedirsiniz soyuq su ilə üzünüzü yuyursunuz. Üzünüzü əla bir şəkildə yuyursunuz. Və idman edirsiniz. Çünki bu sağlamlıqdır. Əsas da qan-damar sisteminə böyük təsiri var. Təəssüf ki son zamanlar ürəkdən ölənlərin sayı artıb ölkədə. Əsas da tələbələrdir. Yəni stres, hərəkətsizlik təsir edir. Ona görə diqqətli olun maksimum. Çalışın telefonu bu müddət ərzində bildiyimiz kimi 2 ay vaxt qalıb. Bu videoya baxana kimi 2 ay vaxt təxmini qalacaq sizdə. Çalışın ki 2 ay vaxt qalıbsa telefonu məhdudlaşdırırsınız. Yəni ki çox baxmırsınız, PDF-lər olsun, nə bilim YouTube izahlar olsun, buna baxırsınız. Ümumiyyətlə siz telefonu rəfə qoya bilərsiniz, uzaq bir yerə qoya bilərsiniz ki siz onunla əlaqə qura bilməyəsiniz. Yəni bu şəkildə dərs oxuyarkən çoxlarının disiplini yoxdur. Bunun da əlbəttə ki həlli var. Mənim o planım yox. Plan PDF-ini demirəm, o ödənişli olanı demirəm. Plan sxemi var. Az öncə göstərdiyim. Deməli ondan maksimum istifadə edirsiniz ki siz disiplinli olasınız. Biri orada hətta deyirdi ki 2 saat oxuyurdum. İndi hal-hazırda 5-6 saat oxuyuram o plan sayəsində. Və ya şam yandıra bilərsiniz, sönənə kimi dərs oxuya bilərsiniz. Və ya nə bilim orada vaxt qoya bilərsiniz və ya Pomodoro üsulundan istifadə edə bilərsiniz. Çox üsul var əslində. Lakin birazını dedim mən. Bir də çalışın ki, məsələn trigonometriya bu gün həll edirsiniz. Çalışın ki, düşünün sabah trigonometriyadan imtahan verəcəm. Elə düşünəndə daha aktiv öyrənmək olur. Bir də mövzunu öyrənəcək, çalışın dərinliyə gedin. Maksimum şəkildə dərinliyə gedin və bütün sualları, bütün onun sual tiplərini həll etməyə çalışın. Bu qədər, yəni ki, bu video axıra kimi yəqin ki, baxan olmayacaq. Onsuz da mən burada boşuna danışıram. Baxan oldusa, şərhlərdə bildirər ki, mən axıra kimi baxdım. Bir də o plan PDF-i almaq istəyənlər, yenə deyirəm, məcburi deyil. Almaq istəyənlər mənim nömrəmə yaza bilərlər qrupda. Qrupa mütləq şəkildə qoşulun, onsuz da pulsuzdur qrup. İndi soruşacaqlar ki, pulsuz da yox. Qrup pulsuzdur, bəli. Yəni ki, mütləq şəkildə qoşulun. Yəni ki, 2 ay müddət qalıb, dediyim bu taktikaları eləsəz, yəni bu son taktikadır, yəni ondan o yanası yoxdur. Yəni ondan o yana siz heç nə edə bilməzsiniz. Hətta 200 bal belə artıra bilərsiniz. Əziz üzvlər, bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.